məşhur olan məhz Roberto Cavalli brendini yaratdı. Və bu brend artıq Azərbaycandadır və Roberto Cavallinin Azərbaycanda yeganə rəsmi distributoru məhz Ceramic City'dir, bizim dostlarımızdır. Bəyəndiyim bir məqam var, yəni Roberto Cavalli Home Luxury Tiles'da, belə deyək, fikir verin, yəni keramikanın orta hissəsində Roberto Cavallinin logosu yerləşdirilib və bu da onun brend olmağını təsdiqləyir təbii ki və keramik plitələrin üzərində hətta Roberto Cavallinin öz qolu belə var. Nəzərinizə çatdıraq ki, ümumi dünyada Roberto Cavalli brendinin özünə məxsus qiyməti və price-lisi var. Yəni siz Azərbaycanda onu digər bir qiymətə, İtaliyada və yaxud digər bir qiymətə ala bilməzsiniz. Hamısı eyniləşmiş price əsasındadır və belə xanım, sizə də maraqlı bir məqam verim ki, ümumi qiymət sırf İtaliyada baş ofisdən təyin olunur və price şəklində, əziz tamaşaçılar sizə göstərim, price şəklində artıq Azərbaycana da göndərilib və price artıq təsdiqlənib, yəni eyni price və eyni qiymətin indi belə demək olarsa artıq Roberto Cavalli axtarmaq üçün, bu brendi almaq üçün İtaliyaya getməyə ehtiyac yoxdur. Roberto Cavalli haqqında o qədər danışmaq olar ki, qoy bir-iki cümlədə mən deyim. Əsas tutduqları məqam məhz keyfiyyət, dəbdəbə və bir balaca da optimizm, eyni zamanda yırtıcılıqdır. Diqqətlə baxsaz elə gördüyünüz bax plitələrin üzərində yırtıcı heyvanların da imitasiyasından əks olunan elementlər var ki, bu da özlüyündə bu kolleksiyaya, bu brendə xüsusilik, effektlilik və orijinallıq qatır. Məncə Roberto Cavalli öz orijinallığını elə hər zaman qoruyub saxlayıb. Nəinki geyimdə artıq hamam otaqlarında da gözəl, rahat bir hamam otağı effektini yaratmaq üçün Roberto Cavalli'dən mütləq və mütləq istifadə etmək lazımdır. Bu da son, ən sevdiyim məqam, ən sevdiyim məkan. Daha dəqiq desək, təmir bitəndən sonra həqiqətən çox sevinirəm, çox gülərüzlü oluram ki, artıq biz onu sifarişçiyə təhvil veririk. Necədir? Süperdir Elçin, çox bəyəndim. Əziyyətimizə dəyərmi? Təbii ki dəyər. Təbii ki dəyər. O sifarişçilərin üzündə olan təbəssümü görəndə bütün yorğunluqları çıxır. Düşünürəm ki, biz o təbəssümü 100% görəcəyik. Elə əminəm, əziz tamaşaçılar, bax bura belə deyək də, həm yataq otağı kimi biz təmir elədik, həm də ki, rəng baxımına diqqət yetirsələr, artıq studiyamıza da mən vurğulamışam, neytral otaq kimi, yəni ola bilsin balaca bir qonaq otağı kimi, xanımların məsəl üçün dedikodu eləmək üçün bir otağı kimi belə bir şey ola bilər. Ürəyiniz yol da deyəsən. Yəni bax, bu məqsədlə nəzərdə tutulan otaq. Bəli, çox gözəl divar kağızlarımız var, çox gözəl, yəni canlı şəkildə baxıram, deyərəm ki, mən bu divar kağızlarına vuruldum. Ümumiyyətlə, yəni teksturalıdır. Yaxından baxanda bir balaca qabarıqlığı var. Hiss eləmə, əllə hiss eləmək olur. Bu da divar kağızına xüsusi bir gözəllik gətirir. Mən deyərəm ki, bir balaca Provence stilində də deyərdim ki, bu otağımız həll olunub. Buna uyğun pərdəliklərimiz, bu belə güllərə, gözəl güllərə uyğun belə deyək, pərdəliyi də seçsək, tam yerinə düşəcək, inşallah da seçəcək. Hər bir zaman təmirdən diqqət yetiririk ki, pəncərələrimiz də keyfiyyətli olsun. Çünki bax, burada elə vitraj olduğundan məcburən keyfiyyətli pəncərə qoymalıyıq ki, sabahları buradan nə külək gəlsin, nə toz torpaq içəri daxil olsun. Çünki bizim pəncərələrimiz hər zaman hardandır? Təbii ki, Vekadandır. Veka ən keyfiyyətli profillərlə pəncərələr bizə təqdim edir. Bax, elə burada da gördüyünüz kimi keyfiyyətdir. Bir şey nəzərinizə çatdırım ki, vitraj hansısa bir interyerdə ən çox sevdiyim bir məqamlardan biridir. Çünki nə qədər də kiçik bir otaq olmasa, vitraj şüşələr ora qoyanda
sanki 2 dəfə böyüyür. Ev 2 dəfə böyüyür və işıqlı olur. Bu da yataq otağı. Təbii ki, yataq otağında ümumiyyətlə fərq yoxdur. Yataq otağı, qonaq otağı, vitrajı çox sevirəm. Vitraj şüşələri, yəni yerdən olan şüşələri çox sevirəm. Çox gözəl görsənir. Biz gələcək verilişlərimizdə də bir təmir həyata keçirəcəyik. Vitrajla artıq təmirlərə başlamışıq. Sonun əziz tamaşaçılar gözləyirik. Bitəndən sonra sizə dərhal göstərəcəyik. Bax, həmin interyerdə qonaq otağında olduqca böyük vitrajlar var. O otaq necə böyük görsənəcək. Həqiqətən, təmir ümumiyyətlə insanın özünün dəsti xətti olmalıdır və eyni zamanda ev sahiblərinin də bəyəndiyi və zövqlərincə olan bir şeylər olmalıdır. Onların da zövqləri və fikirləri nəzərə alınmalıdır. Ən azından o insanlar burada yaşayır. Onların mütləq fikirləri nəzərə alınmalıdır. Əziz tamaşaçılar, təmir zamanı etdiyimiz bəzi məqamlara nəzər çatdıraq. Bax, bura gördüyünüz kimi yaşıl alçıpanla hörülmüşdür. Çünki bu binanın künc divarıdır və bu divar ümumiyyətlə nəmişliyə görə, nəmişliyin qarşısını almaq üçün sabahları külək falan, yağış olanda və göbələklərin olmamasını belə deyək də əmin olmaq üçün, olmamasına dəlalət yaratmaq üçün üzərində yaşıl alçıpan və arası da xüsusi səs izolyasiya qatları və penoplastla örtülmüşdür ki, bu da özü-özlüyündə həm otağı isti saxlayır, həm göbələkdən qoruyur. Ümumiyyətlə çalışırıq ki, bütün divarlarda, yəni pəncərə olan tərəflərdə istənilən otaqda, bax elə görürsünüz. Və bu da alçıpanla hörülüb və arasında səs izolyasiya qatı və penoplast vardır, amma bu isə burada həmçinin bu hissələrdə sırf alçıpanla hörüldüyü üçün gələcəkdə sakinlər burada keyfiyyət və rahatlıqla yaşaya bilərlər. Çalışırıq biz hər zaman möhtəşəmliyi, orijinallığı və rahatlığı təmin edək. Necə fikirləşirsiniz? Təbii ki, bəli, təbii ki, yəni işıqlama sistemi də kifayət qədərdir bu otaq üçün və çolçırağımız da qeyri-adi sadədir. Yəni bu da çox maraqlı bir çolçıraqdır. Çılçırağı mən bəyəndim. Bax, bu səfər bəyəndim çılçırağı. Səmimi deyirəm. Bizdən ayrılmayın. Müasir ev davam edir. İctimai kanala baxırsınız. Əziz tamaşaçılarımız, verilişimizin bu məqamında Dəniz Mebel salonuna təşrif buyurduq və olduqca möhtəşəm və avangard üslubda olan bir mebeli sizə göstərəcəm. Daha dəqiq desək, şabaltı rəngdə olan bu mebel özü-özlüyündə əsl dəbdəbəni xatırladır. Bu rəng çalarları daha çox açıq rəngli otaqlar üçün, interyerlər üçün daha uyğun olar. Fikir verin, çox gözəl bir elementləri var. Yəni fərqlidir digər modellərdən. Həm oturacaqların formasına görə, həm digər elementlərə görə fərqlənir. Çox gözəldir. Bəli, həm güzgüsü iridir, həm də ki bu divarlıqları fikir verin Elçin. Deməli, divarlıqların içərisindəki güzgü dekorativ güzgüdür. Yəni adi, sadə, adət etdiyimiz güzgülərdən deyil. İçərisi çox gözəl güzgü elementidir və bu da xüsusi bir gözəllik verir. Və bir şey də vurğulamaq istəyirəm, masanın kənarında görürsünüz bu cür çıxıntı aval bir formalar var. Hansı ki bu çıxıntı həm bizim bax bu sirmoda, həm eyni zamanda bu şkafın üzərində də var. Bu mən deyərdim bu elementin əsas məqamlarından biridir. Bəli, təkrarlanır. Bu da bunun gözəlliyini təbii ki bəyəndiyim bir televizor altlığı var burada. Olduqca möhtəşəm və böyük, geniş şəkildə istifadə olunub və daha maraqlısı bunun oturma dəstidir, yumuşaq dəstidir. Gəlin bir onu da baxaq. Fikir verin, yəni iki kreslosundan və bir divandan ibarətdir. Təbii ki, qarşısında jurnal masası olmaq şərti ilə.
yəni bir-birinə də çox, yəni bir otaqda, bir interyerdə çox gözəl görsənər. Bəli. Mən də əminəm, həqiqətən bu gözəlliyi, bu sadəliyi və bu yaraşıqlı dəbdəbəni öz evinizə siz də gətirə bilərsiniz. Yetər ki, Dəniz Mebel salonuna təşrif buyurasınız. Çünki bütün bu gördüyünüz, bax bu nəinki gördüyünüz bu mebelləri, hətta görmədiniz, gəlib görsəz, bütün mebellərə çox yüksək səviyyədə endirimlər və hədiyyələr də var. Çatdırılma, quraşdırma hər zaman olduğu kimi sizə hədiyyə olunacaq. Dəniz Mebel salonu, yetər ki, müraciət etsəz, siz də peşman olmayacaqsınız. Bu arada nəzərinizə çatdıraq ki, hər zaman olduğu kimi bugün də verilişimizdə VK profillərdən istifadə edirik. VK Alman keyfiyyətli profillərini bizə təqdim edir. Əgər siz də özünüzün, doğmalarınızın, əzizlərinizin həyatının təhlükəsizliyini qorumaq istəyirsinizsə, onda mütləq VK profillərini seçin. Gilan Holding Azərbaycan və bütün Qafqaz üçün analogu olmayan Pasifik markasını təqdim edir. Odur ki, siz də bu markadan istifadə edin, dəyərini anlayasınız. Çünki tikinti sahəsində keyfiyyətli marka məsələ Pasifikdir. Pasifik dəyərini seçənlər bilər. Verilişə Seramik City'nin dəstəyi ilə baxırsınız. Eyvan və lodiyalar mənzillərimizin ayrılmaz hissəsidir və onların soyuqdan, səs-küydən və başqa fəsadlardan qorunması eyvanlarımızın şüşəbəndlənməsinin əsas vəzifələrindəndir. Sunline məhz belə sistem və profil proqramı olaraq VK-nın Alman konstruktorları tərəfindən işlənmiş və Avropada geniş istifadə olunan texnoloji həllidir. VK şirkətində texnoloji həlli ixtiyari konfigurasiyalı eyvan və lodiyaların problemsiz, qəşəng və effektli şüşəbəndlənməsinə imkan verən işlənmiş texnologiya mövcuddur. Xatırlayırsınızsa, bir zamanlar biz eyvanları şüşəbəndləmirdik və orada hər kəs öz fantaziyasına uyğun guşə yaradırdı. İndi isə VK profillərindən istifadə eləməklə eyvanlarımızı tez, qəşəng, isti və daha effektli şəkildə şüşəbəndə çevirmək imkanımız var. Eyvanda sahəyə qənaət eləmək üçün nəzərə alsaq ki, bizdə eyvanlar elə də böyük deyil və ona görə də mənzil sahibləri üçün hər kvadrat santimetr əhəmiyyət kəsb eləyir və onlar eyvanı böyük qabaretli konstruksiyalarla örtmək istəmirlər. Elə buna görə də VK şirkətinin texnoloqları hərəkət eləyən gövdələri olan sistemlər quraşdırırlar ki, bunun da sayəsində pəncərələr açılıb bağlanarkən eyvanın fəzasını tutmurlar və eyvanın bütün ərazisi sahibinin ixtiyarında qalmış olur. Bu arada həşaratlardan qorunmağı da unutmaq olmaz. Bu qorunmanı standart torlar və ya aşağıya indirilə bilən xüsusi torlarla gerçəkləşdirmək mümkündür. Ayrıca aşağı indirilə bilən xüsusi torlar müəyyən kölgə effekti yaradır. Bu sistemin başqa üstün cəhəti isə ondan ibarətdir ki, konstruktiv əsasında altdan işıqlandırılmır. VK-nın iki taylı pəncərə sistemlərinin hazırlanması üçün nəzərdə tutulan klassik pəncərə sistemləri ilə uyğundur. Deməli, biz yan, yuxarı və aşağı hissələri VK profillərindən hazırlaya bilərik və rahat şəkildə VK Sunline'ın açılan pəncərə sistemləri ilə eyvanı bağlaya bilərik. Bu sistemlər ən sərt iqlim şəraitində belə özünü doğrultmuşdur və istifadəçilərin razılığını qazanmışdır. Sir deyil ki, işçilərimiz eyvanların pəncərə ilə bağlanması üçün istifadə etdikləri konstruksiyaları məhz bu sistemin əsasında hazırlayırlar. Təəssüf, bizə ayrılan vaxt burada sona yetir. Amma çalışdım ki, bu interyerdə hər bir şeyi düzgün və necə lazımdırsa yerləşdirək. Yəni, insanların yaşayışı üçün maksimum rahatlıq olsun. İnanıram, bu da bizdə alındı. Növbəti həftə bizi qaçırmayın. Hər zamanki kimi maraqlı interyerlərlə görüşünüzə gələcək. Hələlik.